Mən Cəfərli Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqam. Hal-hazırda artıq bir ildən artıqdır ki, bu şirkətdə, Savira Wellness şirkətində təlimçi kimi fəaliyyət göstərirəm. Və bizim hər həftə sizlərlə maraqlı, mövzularda təlimlər keçiririk. Bugünkü mövzumuz da biraz qəlizdir, lakin diqqətlə qulaq assanız, ümumi bütün fikrinizi təlim boyu qeydlər aparsanız, ümid edirəm ki, bu günləri sizlərlə yeniliklər öyrənəcəyik və xüsusilə də bilirsiniz ki, mövzumuza uyğun hal-hazırda şirkətimizdə məhsul var. Və bu günləri mövzumuz kollagen haqqında olacaqdır. Hər kəs kollageni sadəcə gözəllik, dəri və yaxud da elastiklik, saç və dırnaqlar üçün tanınır. Bu günləri mən sizə ümumi olaraq kollagenin bədəndə funksiyası, onun ümumiyyətlə nə olduğu, xüsusilə hansı növlərinin olduğu və bizə hansı kollagenin lazım olub olmadığını bir yerdə sizə izah edəcəm. Və mövzumuza keçməmişdən öncə bunu demək istəyirəm ki, kollageni deyərkən, yəni sırf burada heç kəs onu nəzərdə tutmasın ki, yəni hər kəsə yəni hər bir kəs kollagen içməlidir. Xüsusi onun göstəriciləri olmalıdır və bundan əlavə kollagenin hansı növ olduğu və tərkibinin hansı mənbədən alındığı çox önəmlidir. Və təlimə keçməmişdən öncə yenə biz təlim keçərkən hər hansı mövzunun ilk olaraq onun nə olduğunu sizə izah edirəm və xüsusilə də mexanizmini. Və bu günləri biz kollagen nədir sualına cavab versək, kollagen bizim bədənimizdə dəriyə möhkəmlik verən, sümüyümüzə elastiklik verən, xüsusilə də bizim vətərlərimiz üçün dartırma funksiyasını yerinə yetirən əsas maddələr hesab olunur. Ümumilikdə götürdükdə kollagen bizim ümumi bədənimizdəki zülalın 25-35 faizini təşkil edir. Yəni kollagen özü bir böyük ailədir. Yəni bunu unutmayaq. Bundan əlavə kollagen tək bir maddə deyil. Onun əlbəttə ki, müxtəlif toxumalarda fərqli funksiyaları yerinə yetirir. Yəni məsəl üçün mən kollagen içim, mənim dərim gözəl olsun, xeyr. Bu əslində hər bir toxuma üçün, hər bir kollagenin özünün fərqli bir funksiyası var. Və ona görə də mütləqdir ki, məsəl üçün kollagen qəbul edərkən daha çox kollagen için və yaxud da tərkibində yüksək miqdarda kollagen olsun və bu mənə yaxşı təsir edəcək belə bir anlayış yoxdur. Ona görə də mütləqdir ki, kollagenin hansı növ olduğu və hansı toxumada hansı funksiyanın yerinə yetirilmə işini gördüyünü biz ilk öncə bilməliyik. Və düzgün sintezi və ən önəmli kollagenin bədəndə düzgün sintezi, parçalanması ən önəmli proseslərdən biridir. Kollagen baxdıqda harda olur? Yəni bizim bədənimizdə harda olur? Demək olar ki, kollagen bütün birləşdirici toxumalarda olur. Əksər birləşdirici toxumalarda kollagendən ibarətdir. Xüsusilə dəri altı matriks, sümük və diş lentində qığırdaq, vətər, bağlar, damar divarı, orqan stroması. Orqan stroması o deməkdir ki, yəni orqanın yerləşdiyi karkası, yəni ona möhkəmlik verir. Yəni divarı. Bundan əlavə, yəni kollagenin özünün demək funksiyaları var. İlk funksiyası nədir? İlk funksiyası kollagen yəni nə edir? Kollagen toxumaları bir yerdə saxlayır. Yəni ilk budur. Sonra bizim bədənimizə, yəni mexaniki yük düşürsə də, onun bir hissəsini kollagenin üzərinə düşür. Yəni bunu necə izah edim? Tutaq ki, biz ağır bir yük qaldırırıqsa da və yaxud da uzun müddətli pilləkənlərlə çıxırıqsa da, bu zaman yükün yarısı bizim kollagen lifləri daşıyır. Və ona görə də bəzi insanlarda, yaşlı insanlarda kollagen azaldığı üçün artıq bu mexaniki yükü sintez olunmadığı üçün paylaşa bilmir. Və xüsusilə hüceyrələr üçün, skeletin ümumi möhkəmlənməsi üçün əsas işi görür.
Və ən önəmli son araşdırmalar da göstərir ki, kollagen xüsusilə toxumaların regenerasiya üçün, yəni yara sağalmasında dəstəkləyəcək əsas faktorlardan biridir. Yəni ümumi olduqda kollagenin əsas iş prinsipi bunlardan ibarətdir. Toxumanı bir yerdə tutur, mexaniki yükü paylaşır, hüceyrələr skelet əzələlərinin yaranmasında iştirak edir, yara sağalmasında xüsusilə dəstəkləyici bir köməyə malikdir. Və ona görə də biz əgər kollagenin molekulyar quruluşunu anlamasaq, onun tərkibi nədən ibarət olduğunu bilməsək və biz insanlara tövsiyə edəcəyimiz kollagenin tərkibini də onlara izah edə bilmirik. Və ona görə mütləqdir ki, kollagenin molekulyar quruluşu çox önəmlidir. Burada şəkildə baxanda sizə biraz qəliz gələ bilər, amma çox da qəliz bir şey deyil, narahat olmağa ehtiyac yoxdur. Ümumi bunu anlasaq və bizdə hal-hazırdakı məhsulun tərkibi ilə kompensasiya etdikdə və bizə hansı kollagen lazım olub-olmadığını artıq biz özümüz cavab olaraq tapırıq. Kollagenin molekulyar quruluşuna gəldikdə, baxın, bu kollagendir. Görürsünüz, bu altdakı bu kollagendir. Bu onun molekulyar quruluşudur. Yəni bunun içi, baxın, bu gördüyümüz kimi 3 polipeptit zəncirdən ibarətdir. 3 dənə bu şəkildə zəncirdən ibarətdir. Və bu zəncirlər bir-birinə demək sarılıblar. Görürsünüz, bir-birinə sarılıblar. Və bu zəncirlərin əslində bir-birinə sıx sarılması kollagenin sıx möhkəm olması deməkdir. Və bəzən olur ki, biz deyirik ki, məsəl üçün kollagenda bax bu zəncirlərdə boşalma gedir. Kollagen, yəni keyfiyyətli kollagen olmur. Məhz bax bu polipeptit zəncirlərin bir-birinə sıx sarılmaması və yaxud da məsələn bədəndə elə olur ki, sintez azalır. Bunlar çox başlayır kövrəkləşməyə. Yəni kollagen lifləri başlayır kövrəkləşməyə. Yəni kollagenin molekulyar quruluşu baxın 3 dənə bu zəncirdən ibarətdir və əsas bu 3 dənə zəncir gördüyümüz kimi bunun tərkibi isə bir dənə elə bil ki, zəncirin tərkibi isə 3 dənə amin turşusundan ibarətdir. Amin turşusu burada ən önəmlisi burada qlitsindir. Baxın, glitsin bu sarı olandır. Glitsin demək əsas nədir? Həmin bu kollageni, yəni hər kəs tanıdığı, bizlərin tanıdığı kollageni xüsusilə sıxlaşdırır, yəni sıx edir. Sonra prolin var burada. Prolin də digər amin turşusudur. Baxın, burada yaşıl rəngdə olandır. Bu isə həmin bu spiralın sabitliyini artırır. Digər üçüncü amin turşusu isə hidroksid propilindir ki, bu da xüsusilə kollagen liflərini daha möhkəm saxlaması üçün təmin edir. Lakin burada əsas fikir verdiyimiz nə olmalıdır ki, məhz bu üçüncü amin turşusunun əmələ gəlməsində vitamin C önəmlidir. Yəni, biz tutaq ki, bədənimiz kollagen sintez edir və əgər bədənimizdə yetərincə vitamin C yoxdursa da, bu üçüncü zəncirdə olan amin turşu yəni keyfiyyətli olmur. Yəni keyfiyyətli əmələ gələ bilmir. Artıq həmin bu kollagen liflərinin möhkəmliyi başlayır zəifləməyə. Və ona görə də biz, yəni hər kəs deyir ki, vitamin C önəmlidir. Bəli, vitamin C kollagenin sintezində önəmlidir. Məhz üçüncü amin turşusunun sintezindən ötürü. Kollagenin bilirsiniz ki, növləri var. Yəni əlbəttə ki, bunu bədən demək sintez edir. Hər bir kollagenin əsas növlərinin özünün iş prinsipi var, funksiyası var. Yenə də təlimdə başlamamışdan öncə sizə bildirmişdim ki, burada əsas nəyə biz baxmalıyıq ki, içdiyimiz kollagenin, qəbul etdiyimiz kollagenin növü, çünki hər bir kollagenin növü özünün iş prinsipi var. Və birinci tip kollagen daha çox 90% insanın bədənində rast gələn kollagen növüdür ki, bu ən çox dəri, sümük, vətər, demək ən çox dartınma gücünü istifadə olunan kollagen növüdür. İkinci tip isə oynaq və qığırdaq üçün lazım olan, xüsusilə qığırdaq matriksinin əsas kollageni ikinci tip kollagendir. Üçüncü tip kollagenlərdir. Bu daha çox demək dəri, damar, daxili orqanlarda istifadə olunan kollagendir. Bu üçüncü tipi çox zaman siz görürsünüz birinci tiplə bir yerdə qəbul edirlər. Bir yerdə qəbul etməsinin əsas səbəbi odur ki, bu xüsusi
xüsusilə toxumanı sağaldır, sonra isə birinci tip bədən əvəzi olunur. Sonra başlayır burada həmin toxuma sağalandan sonra onun daha da elastik etməsi üçün birinci növ burada işə keçir. Dördüncü tip biraz fərqli tipdir. Bu tip daha çox tor şəkilli olur, yəni lif şəkilli olmur, tor şəkilli olur. Bu ümumiyyətlə dördüncü tip demək xüsusilə böyrək filtrasiyası üçün lazım olan demək əsas tip kollagendir. Beşinci tip kollagenə gəldikdə, beşinci tipdə sırf saç dəri üçündür, lakin xüsusilə plasenta üçün götür şəkildə də var. Beşinci tip burada plasenta şəkli var. Məhz körpənin orqanların inkişafında bizə beşinci tip kollagenə ehtiyacı var. Tərkiblərindən sual ola bilər ki, indi mən məsəl üçün bundan əvvəl sizə bu amin turşularından danışdım ki, məhz kollagen 3 amin turşusundan ibarətdir. Amin turşuları eynidir bütün kollagen növlərində. Sadəcə bunların düzülüşləri fərqli olur. Yəni zəncirlərinin alfa, məsəl üçün orada yəni burada sizi yormaq istəmirəm. Yəni eynidir. Lakin artıq bədən özü ona qərar verir ki, hansı növ kollageni sintez etsin, nəyə ehtiyac var. Və ona görə burada da tiplərinə görə əlbəttə ki, bölünür. Və belə götürdükdə biz kollagen harda olur dedik, dəridə, sümükdə, yəni bədənimizin, zülalımızın bədəndə olan zülalın 25-35%-ni bizə kollagen təşkil edir. Və biz kollagen bədəndə necə sintez olunur? Bu həm qidadan ala bilirik, həm ümumi biz qida əlavəsi kimi də bədəndən, qıraqdan alırıq. Və onun sintezi necə olur? Gəlin birlikdə baxaq. Demək, biz məsəl üçün qidadan götürək, o lap olsun qida əlavəsi, qəbul etdik qidanı, məsələn zülalı, bu mədəyə düşdü. Mədəyə düşdükdə burada həzm olunaraq amin turşularına parçalanır. Yəni zülal özü başlayır amin turşularına parçalanmağa. Həmin bu amin turşuları da fibrosatlara, hüceyrələrə daxil olur. Lakin burada hüceyrələrə daxil olmamışdan sonra bunlar sırf kollagen kimi yox. Yəni tam hazır formada kollagen kimi deyil, prokollagen kimi sintez olunur. Bunun kollagen kimi bədəndə formalaşması üçün bizim digər demək kofaktorlara ehtiyacımız var. Burada nədir? Burada kofaktor olaraq vitamin C-dir, dəmirdir, sinkdir. Yəni bunların iştirakı ilə biz artıq burada istədiyimiz demək kollagen burada fermentasiya olunur, fermentlərin təsiri ilə möhkəmlənib normal kollagenə çevrilir. Yəni burada biz dedik ki, bizə xüsusilə qida lazımdır ki, amin turşusu, zülal lazımdır ki, kollagen sintezi olunsun. Yəni bunu sırf mən zülal yedim, kollagen qəbul elədim, yəni istədiyim nəticəni alaram, xeyr. Bunun həmin o demək prokollagenin normal kollagenə çevrilməsi üçün digər kofaktorlara, hansına vitamin C-yə, sinka və əlbəttə ki, dəmirə ehtiyac var. Və əgər bu kofaktorlar olmasa, həmin o istədiyimiz sağlam, möhkəm şəkildə də gördüyümüz kimi 3 lifli zənciri, yəni möhkəm şəkildə əmələ gətirmək çətin olacaqdır. Və burada nəzərə almalıyıq ki, kofaktorlar ən önəmli maddələrdir. Bəs bizim bədəndə kollagen itkisinə nə səbəb olur? Niyə biz bu kollageni, yəni bədənimiz itirir? Mən ümumiyyətlə mənə müraciət edən insanlara, hər kəsə deyirəm, yəni bəzən olur ki, insanlar məndən razılaşmır, amma bu belədir. Bizim bədəndə orqanizmimiz 25 yaşından sonra başlayır qocalmağa. Çünki 25 yaşında əlbəttə ki, biz bunu hiss eləyə bilmərik. Bu, yəni illərlə yavaş-yavaş başlayır bu bədəndə yəni yaşlanma prosesi. 25 yaşdan sonra bədəndə nə baş verir? Demək, il ərzində 1,5% biz kollagenin sintezi bizdə azalır. Yəni görün nə deməkdir. Və bundan əlavə bu bizdə normal bədəndə gedən biokimyəvi demək reaksiyadır ki, il ərzində bizim bunda sintezi azalır. Bəs demək buna təsir edən digər amillər də var. Hansı amillərdir? Ultrabənövşəyi şüalardır. Bunlar haqqında çox danışmışıq sizlərlə. Məhz onlar həmin o fibrosatlar sizə göstərmişdim. Ümumiyyətlə o uzun liflər, kollagen lifləri. Məhz ultrabənövşəyi şüalar həmin o kollageni başlayır
parçalamağa, yəni o gördüyümüz saplar boşalır. Və ona görə də burada fotoyaşlanma da bizi bu kollagenin azalmasına gətirir, çıxardır. Oksidativ stres çox önəmlidir. Oksidativ stres bizim gündəlik həyatımızda bədənimiz qəbul etdiyi stressdir ki, xroniki stressdir ki, bunlar bəzi, məsəl üçün, xroniki xəstəliklər də ola bilər, siqaret ola bilər, spirtli içkilər ola bilər. Ondan əlavə insan əgər gün ərzində həddindən artıq çox stresslidirsə də, bunlar da həmin o üçlü spiralın strukturunu, yəni iç quruluşunu başlayır zəiflətməyə. Qlikasiya nədir? Ümumiyyətlə bir insan həyatında şəkərli qidalardan çox yüksək qidalanırsa da, yəni rasionunda şəkər çoxdursa da, həmin bu şəkər gedir birbaşa kollagen liflərinə yapışır və o yapışaraq o şəkərdə nə baş verir? Həmin o sərtləşmiş kollagenlər başlayır kövrəkləşməyə. Və ona görə də əgər bir insanın rasionunda gün ərzində şəkərli qidalar, şəkərdən çox bəslənirsə də, bunlarda yenə də kollagen itkisi daha çox müşahidə olunur. Qrafikdə də gördüyümüz kimi 20 yaşda bizdə kollagenin sintezi 100%-dir. Artıq get-gedə görürsüz nə qədər bizdə. Bu bizim normal, yəni bədəndə gedən normal bizim baş verən biokimyəvi reaksiyadır. Bu əgər biz buna digər faktorlardan da təzyiq etdikdə daha çox kollagen itkisi baş verir. Burada vitamin C-ni xüsusilə qoymuşam. Çünki niyə burada vitamin C-ni qoymuşam? Çünki bilirik, hər kəs bilir. Lakin bunun xüsusi bir reaksiyası var ki, insanlar bunu, sizlər də bunu başa düşməlisiniz ki, mütləqdir ki, biz məhsul seçərkən vitamin C-nin olması orada şərtdir. Və bəzən olur ki, bu yaxınlarda mən bir verilişə dəvətli idim. Mənə vitamin C sadəcə xəstələnəndə içməliyik sualı verilmişdi ki, əlbəttə ki, xeyr. Və mən orada da bildirmişdim ki, vitamin C əsas iş görəvi nədir? Əsas onun işlərindən biri də güclü antioksidan olduğu üçün kollagenin sintezi üçün lazımdır. Bədəndə milyonlarca reaksiya gedir. Məhz kollagenin əmələ gəlmə reaksiyasında vitamin C nə iş görür? Bizim bədənimiz yediyimiz zular, məsələn, toyuq əti yedik, mal əti yedik və yaxud da protein yedik, belə deyim, və yaxud da qəbul etdik hansısa bir kollagen. Onun tərkibindəki, əgər və yaxud da bədənimizdə, tutaq ki, bir toyuq əti yemişik, o əgər yetərincə vitamin C yoxdursa da, həmin bu istədiyimiz bu kollagen lifi, bax burada şəkildə gördüyümüz sıx şəkildə olmayacaqdır. Bu zəif olacaq. Çünki biz nə dedik? Dedik ki, digər amin turşusu məhz vitamin C sayəsində sintez olur. Bundan əlavə, yəni bax bunun əmələ gəlməsi üçün, bax bunun sıx şəkildə əmələ gəlməsi üçün, baxın bu reaksiya olmalıdır. Dəmir, üstəgəl oksigen, üstəgəl askorbat, yəni vitamin C. Bu şəkildə olduqda düzgün şəkildə üçlü triple helix, yəni üçlü zəncir əmələ gəlir və bu da xüsusilə çox mükəmməl şəkildə kollagen liftini bərpa edir. Yəni burada önəmlidir ki, məhz bu reaksiya baş versin. Və bu gördüyümüz reaksiya getmirsə də, yəni kollagen sintez olunacaqdır, amma çox zəif, çox yəni möhkəm deyil, sıx deyil. Yəni bunlar olmayacaqdır. Bu da əlbəttə ki, bizim üçün müsbət bir şey deyil. Kollageni necə qəbul etməliyik? Yəni həm seçərkən, qəbul edərkən nələrə biz diqqət etməliyik? Kollagen seçərkən insanlar daha çox onun, yəni özüm şahidi olmuşam, mütləqdir ki, dozalarına fikir verirlər ki, tərkibində məsəl üçün yüksək miqdarda kollagen var. Xeyr, xüsusilə biz kollagen seçərkən onun dozası deyil, xüsusilə hansı Daltonda olduğu, yəni Dalton burada nədir? Dalton burada həmin kollagenin molekulyar quruluşunun vahididir. Yəni bu vahid önəmlidir. Xüsusilə ona diqqət etməliyik. Tərkibindəki kofaktorlar yoxdursa da, o içdiyimiz, məsəl üçün, hansısa bir yüksək dozada kollagen onu dəstəkləməyəcəkdir. Yəni, nəzərə almalıyıq ki, bunun tərkibində kofaktorlar olsun ki, yəni reaksiya baş versin. Bundan əlavə, mütləqdir ki, biz burada seçərkən hidrolizə olunmuş, yəni çox
çik olmalıdır. Yəni biri var ki, bir daşı böyük bir daşı qapıdan belə zorla keçirdirik. Bir də var kiçik eyni şəkildə daşlardır. Onu kiçik-kiçik tez-tez keçirdirik və burada da mütləq seçərkən bu hidrolizə, yəni molekulyar quruluşu xırdalanmış olmalıdır. Yəni çox böyük molekulyar quruluşa olmamalıdır ki, yəni keçmə qabiliyyəti burada mütləq biz riayət et, yəni seçəndə baxmalıyıq ki, hidrolizə olunmuşdur. Molekulyar quruluşu hansıdır? Və bilirsiniz ki, şirkətdə də hal-hazırda yeni gəlmiş məhsullardan kollagenimiz var ki, bunu mən demək bir ekspert olaraq sizlərə analiz etmək istəyirəm ki, baxaq bu şirkətdəki olan məhsul bu gün danışdıqlarımdan ümumi kollagen haqqında, yəni tərkibində nələr var, nələr yoxdur, nələrə uyğundur. Demək, şirkətdə gələn fiş kollagen, yəni balıq kollagenidir. Xüsusilə yüksək saflıqda dəniz demək balıqlarından alınan kollagen peptidlərindən ibarətdir. Bir də onu deyim ki, yəni bunu da qeyd edə bilərsiniz ki, kollagen ümumiyyətlə yəni heyvani mənşəli heyvanlardan alınır, heyvani mənşəli qidalardan alınır. Ümumiyyətlə bitkilərdən alınan kollagen yoxdur və ona görə də burada da məhz şirkətdə olan məhsul demək balıqlardan alınan, yəni balıqların birləşdirici toxumasından alınan demək kollagen peptidlərindən ibarətdir. Demək, bir porsiyada 5 qram, yəni gündəlik bizə lazım olan qramdadır. Ümumi götürdükdə yəni bir paketdə 4750 milliqram kollagen peptidi var. Bunun əlbəttə ki, demək, vitamin C-si, sınkı və biotini var. Yəni kofaktorları. Bu günləri mən sizə nə danışdım? Dedim ki, əgər kofaktorlar yoxdursa da reaksiya baş verməyəcəkdir. Və bunun tərkibində də xüsusilə vitamin C var ki, sink var ki, biotin var ki, bunlar da həmin o reaksiyanın baş verməsi üçün bizə lazım olan aktiv komponentlərdir. Xüsusilə burada, yəni hətta bunu deyərdim ki, yəni məhsulu təqdim edərkən ən önəmli, yəni bu məhsulu daha biokimyəvi rəqabət üstünlüyü onun əlbəttə ki, Dalton molekulunun göstəricisidir. Gəlin baxaq necə. Yəni Dalton dedikdə burada onun qramını nəzərdə tutmuyor. Yəni onun molekulunun ölçüsü. Mən biraz əvvəl bir misal çəkdim. Məsəl üçün burada deyək ki, bir kollagen dedik 5 qramdır. Yəni bir kollagen, bir daş 5 qramdır. Biz o daşı xırdalayırıq, kiçik-kiçik edirik və onu Daltondan ölçürük. Dalton ölçü vahididir. Molekulyar ölçü vahidi. Və burada balıq kollagenlərinin ölçü vahidləri xüsusilə 500-1500 arası olur. Yəni molekulyar quruluşu 500-1500, hətta tərkibində belə yazılmışdı, ortalama 1000 Dalton götürürlər. Yəni hal-hazırdakı bizim məhsuldan söhbət gedir. Müqayisə etdikdə, ümumi belə götürdükdə, bütöv kollagenlər hardasa 300 mindir, daha böyükdür. Məsələn, jelatin 100 mindir kollagen. Məsələn, hidrolizə olunmuş 50 mindir. O ən kiçik molekul məhz bioaktiv demək balıq kollagenlərdir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, çox çift quruluşa malikdir. Biz onu qəbul etdikdə artıq bağırsaq onun üçün xüsusi bir nəsə tələb etmir. Bağırsaq tərəfindən, bədən tərəfindən tez mənimsələn bir ölçüyə malik olduğu üçün bədən onu tez mənimsəyir və reaksiya olaraq da bizim bədənimizdə öz işini görə bilir. Və ona görə də burada da bu məhsulun ən böyük demək üstünlüyü bundan ibarətdir. Xüsusilə nəyə baxırıq? Xüsusilə, bu da çox önəmlidir, tərkibindəki amin turşulara. Yəqin ki, təlimdə diqqətlə qulaq astınız ki, kollagen əsasən 3 amin turşusundan ibarətdir. Məhz bu kollagenin tərkibi də
həmin o 3 amin turşusunda da var. Və bizə xüsusilə hansı amin turşusunun milliqramı daha çox lazımdır? O da glisindir. Niyə? Glisin çünki onun əsas işi nədir? Xüsusilə zəncirin sıxlığını demək əsas tikinti materialı hesab olduğu üçün həmin o zəncirin sıxlığını dəstəkləyir. Və orada da burada da gördüyümüz kimi qlisinin tərkibi 1292 milliqramdır. Və yenə əlavə tərkibində prolin, yəni digər amin turşusu var. O da 651 milliqramdır. Bu da xüsusi olaraq həmin o üçlü spiralda, həmin o üçlü spiralın quruluşunu sabitləyir. Hidraskappralin isə 466-dır. Bunun demək keyfiyyətli, yəni bir kollageni keyfiyyətli etmək üçün bu amin turşusuna ehtiyac var və bu amin turşusunun sintezi üçün də yenə də vitamin C-yə ehtiyacımız var. Hansı ki bu da yenə də demək məhsulun tərkibində yerləşdirilibdir. Və burada əlavə olaraq sink var, özü sitrat forması. Bunu da deyim ki, demək sinkın da formaları var, yəni birləşmələri var. Burada mütləq sitratı yerləşdirməklərdə məqsədi odur ki, sorulması çox yüksəkdir. Yəni daha tez sorulur. Yəni biyoyararlılığı daha yüksək formaya malikdir. Və xüsusilə biz dedik ki, onun kollagenin əsas işlərindən biri toxumanı yeniləyir. Və burada da kollagenin yenilənməsi üçün, toxumanın bərpası üçün yenə sinka ehtiyacımız var. Və görürsünüz, xüsusilə yara sağalmalarında, birləşdirici toxuma zədələnəndə kollagenlə sink mineralı veririk. Və burada da, məsələn, ona görə deyirəm ki, bəzən sual ola bilər ki, mənim saçımda, dərimdə problem yoxdur, elastikliyi, məsələn, normaldır, cavanam. Lakin bir insanın dəri toxuması, yəni yara sağalması yaxşı deyil, regenerasiyası zəifdir və yaxud da gedir, bilirsiniz ki, implant elətdirir. Yeri, məsəl üçün, bir aya sağalmalıdır, bir ay insanda 2 aya sağalır. Bu zaman biz, yəni burada toxuma, birləşdirici toxumada zəifləmə görülmüş müşahidə edirik və bu insanlara da biz mütləqdir ki, burada kollagen dəstəkləyicisi kimi köməklik göstərə bilərik. Və burada biotin var. Biotin B7 vitamindir. Bu xüsusilə keratin sintezində dəri bariyerinin sağlamlığı üçün dəstəkləyici bir maddədir. Çox önəmli bir vitamindir. Xüsusilə bəzən olur ki, insanlar saçı, dərini, dırnağı yəni mən özüm də bir ixtisasçı kimi birinci növbədə başqa bir şeylərlə, məsəl üçün qalxana bənzər vəznlə, dəmir çatışmamazlığından əlaqələndirirəm. Yox, artıq bunlarda baxıram ki, hər şey normaldırsa da, yenə də dəridə, saçda problem varsa da, demək burada biotin çatışmamazlığından vitamin B7-nin çatışmamazlığı görülür. Və burada da sırf o keratinin, yəni bu saçdan da söhbət gedir ki, keratin normal sintezi yoxdursa da, yəni bu heç bir saçın normal quruluşu ola bilməz. Və burada da əlbəttə ki, məhz saçdan, dəridən, əgər normal vəziyyətinin qorunmasını istəyiriksə də, yenə də bu kollageni içə bilərik. Və sual ola bilər ki, əgər məsəl üçün, tutaq ki, biz bu məhsulu dəri problemi deyil, digər bir problem üçün dəstəkləyici veririksə də, biotin burada bizə pis təsir edə bilərmi? Xeyr, çünki burada yüksək dozada deyil, bədənin gündəlik bizə lazım olan mikroqram, 50 mikroqram formasında verilibdir və biotin bədəndə yığılan bir maddə deyil, yəni artıqlığı olsa belə, yəni sidik vasitəsindən çıxan bir vitamindir, ona görə narahat olmağa dəymir. Xüsusilə miflər haqqında sizə demək istərdim. Çünki bilirsiniz ki, sosial şəbəkələr insanların fikrini çox qarışdırır. Kollagen çox eşitmiş ki, 40 yaşım olsun sonra kollagen içərəm. Yəni xeyr, belə bir şey yoxdur. Əgər ehtiyac yaşdan çox məqsəd bilinməlidir ki, yəni əgər ehtiyacım varsa da əlbəttə ki, biz yəni kollagenə
25 yaşında da başlaya bilərik. Sonra nə olur? Sonra insanlarda belə bir sual yaranar ki, içdiyim kollagen birbaşa üzümə təsir edirmi? Xeyr. Əvvəlcə biz onu içməliyik, çünki bu ümumi bir reaksiyadır. Həzm olunur, onlar amin turşularına çevrilir. Sonra bəzi peptidlər sorulur və ondan sonra yavaş-yavaş bizim dərimizə təsir edir. Və ona görə məsəl üçün məhsul verərkən sən bir aya ideal dərin olacaqdır, gözəl nəticə alacaqsan, xeyir. Yəni biz 6 həftədən sonra yavaş-yavaş nəticəni görürük və ümumi götürdükdə isə, yəni 3 ay biz məhsulu istifadə etməliyik. Profilaktik insanlara belə deyək, 3 ay istifadə etdiyi, 1-2 ay fasilə verdiyi, sonradan yenə də ehtiyac varsa da içirik. Bitki kollagenləri yoxdur. Bəzən olur ki, veganlar olur ki, yəni mütləqdir ki, tərkibinə baxır. Xeyr, vegan demək kollagen boosterlər olur ki, bunun da tərkibi kollagen deyil. Sadəcə bədəndə kollagenin sintezini artırmaq üçün vitamin, mineraldır. Hansı ki, bunlar vitamin C-dir, biotindir, vitamin misdir, dəmirdir. Belə komponent ola bilər. Və ona görə sizdə məsəl üçün veqandırsa da deyə bilər ki, yox, mənim bitki tərkibli elə bir şey yoxdur. Sonra ən önəmli nə qədər çox doza içsəm, yəni ta ki bir kollagen alır, onun milliqramı yüksəkdirsə də bu mənə effekt olacaqdır, daha tez təsir edəcəkdir. Xeyr, belə bir şey də yoxdur. Və ən önəmli həqiqət nədir? Bəzən olur ki, insanlar zülal yemirlər. Yəni kollagen içirəm, mən elə onu zülal qəbul edirəm. Xeyr, kollagen tam zülal deyil. Kollagende biz nə dedik? 3 dənə amin turşusu var. Lakin biz bilirik ki, bədəndə əvəz olunmayan 12 amin turşusu var ki, yəni bunlar da bizim bədənimiz üçün önəmlidir. Yəni kollagen bəzi əvəz olunmayan turşulardan kəsatdır. Ona görə ki, əzələ üçün bizə tam zülal lazımdır və ona görə də zülalla kollageni qətiyyən qarışdırmayın. Hörmətli əməkdaşlar, bunu da demək istəyirəm ki, ümumiyyətlə prezentasiya hazırlayarkən əlimdə olan materiallar, özüm bildiyim bütün elmi məlumatları hər birinə sizlə paylaşıram. Lakin çalışıram ki, ən son yenilikləri də araşdırım, sizlərə ötürüm. Və siz demək 2025-ci ildə çox gözəl bir çalışma var idi ki, hansı ki bu Advances Healthcare Materials jurnalında dərc olunubda. Özünüz də baxa bilərsiniz orada. Demək bu balıq kollagenini son zamanlar çox populyardır və insanlar bu balıq kollageni üzərində çoxlu araşdırma edirlər. Və 2025-ci ildə hazırlanmış aparılan bu çalışmada baxıblar ki, ümumiyyətlə balıq kollageni istifadə edən insanlarda yeni qan damarlarının yaranması müşahidə olunubdur. Bundan əlavə, demək diabet xəstəlikləri olubdur ki, hansı ki diabetik yaralar var ki, onların sağalmasında həmin bu kollagen sırf balıq kollagenindən söhbət gedir. Həmin o yaraların sağalma prosesini dəstəkləyibdir. Yəni burada əsas məqsəd deməkdə məqsədim nədir? Burada məsəl üçün biz insanlara məlumat ötürərkən kollagen sadəcə estetik məqsədinlə içilir, xeyr. Tibbdə də, regenerasiyada, xüsusilə toxumaların bərpasında, yeni damarların yaranmasında əsas aktiv maddələrdən hesab olunur. Və bu da dəfələrlə sübut olunmuş, elmi dərc olunmuş jurnallarda hər biri öz əksini tapır. Yekunda bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, kollagen gözəllikdən daha çox bizim sağlamlığımızın təməlidir. Əsasən bizim struktur zülalımızdır kollagen. Yaş artdıqca onun sintezi təbii olaraq azalır. Yəni bu bizdən asılı deyil. Əgər biz həyat tərzimizi balanslı qidalansaq, sağlam həyat tərzi sürsək, ehtiyacımız olan düzgün, xüsusilə düzgün kollageni seçsək, əlbəttə ki, biz bu prosesi dəstəkləyə bilərik. Mütləqdir ki, kollagen seçərkən onun mənbəyi, hidrolizə olunub-olunmadığı, ən önəmli molekulyar çəkisi, tərkibindəki olan kofaktorları mütləqdir ki, nəzərə alasınız. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm ki, maraqlı təlim oldu. Bilmədiyiniz faktları hər birini bu günləri öyrəndiniz və ümid edirəm ki, xüsusilə yeni gələn şirkətə bu məhsulu
insanlara faydalı şəkildə ötürəsiniz və iş həyatınızda yüksələsiniz. Təşəkkür edirəm. Gələn təlimdə görüşmək ümidi ilə.